Trump deyir ki, 47 il bundan öncə etməli olduğumuz işi indi mən edirəm. Əslində Trump çox gözəl bilir ki, bu cəmiyyətə istiqamətlənmiş təbliğat ifadələridir. Trump çox gözəl bilir ki, 79-cu ildə ABŞ etməli olduğu iş edibdir. Qərb etməli olduğunu edibdir. Nə edibdir? İranda Fars ideologiyasına əsaslanan sistemi qoruyub saxlamaqla dini rejim yaradıbdır. Nə üçün yaradıbdır? Çünki 70-ci illərin, daha doğrusu 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində ABŞ-də hazırlanan, prezident üçün hazırlanan hesabatlara baxanda görünür, açıq şəkildə görünür ki, ABŞ prezidentinə artıq müşavirləri məsləhət görürdülər ki, yeni yarana biləcək qüvvənin, yəni İslam dünyasının indidən inkişafının, indidən birliyinin, indidən güclənməsinin qarşısı alınmalıdır. Əks halda ABŞ-yə ciddi bir qüvvə formalaşır, İslam dünyası formalaşır və onların elmə, təhsilə, biliyə, araşdırmalara, əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına, konfliktlərin, xüsusilə də təriqətlər arasındakı ziddiyyətlərin aradan qaldırılması ilə bağlı elmi araşdırmalara ayırdıqları vəsaitlər ki, çox böyük vəsaitlərə sahibdir həm də bu region, bu İslam dünyası, ayırdıqları vəsaitlər bu dünyanı sürətlə, çox güclü sürətdə bir inkişaf etmiş bölgəyə çevirəcəkdir, qüvvəyə çevirəcəkdir. Bunun qarşısını almaq lazımdır və bunun qarşısını almaq üçün müxtəlif mexanizmlər, müxtəlif metodlar təklif olunurdu həmin o hesabatlarda. O metodların bir çoxunu 79-cu ildən başlayaraq İrandakı inqilabla həyata keçirməyə çalışıblar. Sonra terror qrupları formalaşdırıblar, İslamçı terror qrupları, radikal İslamçılar. Bunların hamısının arxasında dayanan kim idi? Silahlanmanı həyata keçirən kim idi? Maliyyələşməni həyata keçirən kim idi? Məhz Qərb xüsusi xidmət orqanları, məhz Qərb xüsusi xidmət orqanları. Əl-Qaidəni kim yaratmışdı? Bunu hamı çox gözəl bilir. İşidi kim formalaşdırmışdı? Bunları hamısını çox yaxşı bilirik, düzdürmü? Yaxud da bahar deməli, inqilabları adı altında İslam ölkələrində xalqla hakimiyyətlər arasında ziddiyyətləri gücləndirməklə orada o idarə olunmaz bir xaosun formalaşmasının əsasını, kökünü kim qoymuşdu? Liviyada kim yarattı onu? Misirdə kim yarattı onu? Tunisdə kim yarattı? Suriyada kim yarattı? Elə Livanın özündəki mövcud vəziyyətin formalaşmasında arxasında dayanan qüvvə kimdir? Yəməndə kim yarattı? Əfqanistanda və s. Bunların hamısının arxasında Qərb dayanırdı. Ona görə ki, İslam dünyası birləşməməlidir. İslam dünyası inkişaf etməməlidir, güclənməməlidir. İslam dünyası xurafata, mövfumata pul ayırmalıdır. Nəinki elmə, təhsilə, inkişafa və s. Bunun da başında dayanan ən başlıca mexanizmlərindən biri İrandır. İrandakı hazırki idarəetmə sistemidir. Sepah üçün qarant budur. Bilirlər ki, İran İslam dünyasının mərkəzində məhz ABŞ üçün, məhz Qərb üçün yaradılmış bir mexanizmdir ki, bu İslam dünyasını dağıtsın. Bir daha təkrar etmək istəyirəm. İran dövlətinin qonşu ölkələrdən hər hansı biri ilə dost, müttəfiq münasibətləri mövcuddur İslam ölkələri ilə. Ermənistanı çıxıram, xristiyandır. Başqa bir ölkə varmı onunla dost olsun? Yaxud da 40 günlük müharibə dövründə atılan raketlərin, qanadlı və balistik raketlərin, PUA-ların 92%-dən çoxunu məhz Körfəz ölkələrinə atdı, İsrailə deyil. Hədəfin axı İsrail idi. Niyə İsrail atmırdın? İsrail ataydın da. Amerika Birləşmiş Ştatlarının bazıları oradadır bəhanəsi ilə. Bəhanəsi ilə, yaxşı dediniz. Çünki bəhanəsi sözün işlətməsəydi, sual verəcəkdim ki, aeroport nə vaxtdan hərbi bazı olubdu, otel nə zamandan hərbi bazı olubdu, ticarət mərkəzi nə vaxtdan hərbi bazı olub və s. Və yaxud da yanacaq emalı zavodları və s. Tutaq ki, Səudiyyə Ərəbistanına aid. Yəni, bu mənada İranda Sepahın çox ciddi bir qarantı var ki, İranda quru qoşunları ilə hərbi əməliyyat həyata keçirilməyəcəkdir. Xalq ayağa qaldırılmayacaqdır. Daxildən hakimiyyətin dəyişdirilməsi, sistemin dəyişdirilməsi prosesi həyata keçirilməyəcəkdir. Və nəticə etibarilə Sepah bu situasiyadan istifadə edib, özünü qoruma bayaq dediyim kimi instinktdən çıxış edərək həmin əldə etdiyi mexanizmləri təmin etmək, qoruyub saxlamaq, daha da inkişaf etdirməyə çalışır. Biz Qalibafın da, biz Pezeşkiyanın da, biz digər şəxslərin, Əraqçının da çıxışlarında biz yalnız sadəcə mövcud situasiyanı örtbasdır etməyə cəhd etmək, İran prizmasından yanaşma kimi mövqe ortaya qoymaq cəhdi kimi qiymətləndirə bilərik.